Salam. İndi biz uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlar mövzusuna aid çalışmalardan işləyəcəyik. Birinci çalışmaya baxaq. D1 paraleldir D2, D3 paraleldir D4. Deməli və bucaq ABC də verilib bizə. Bucaq ABC 30 dərəcə. Olarsa alfa üstə gəl betanı tap. Həmin şəkilli çəkim mən. Belə bir şəkildir uşaqlar. Uyğun tərəfləri paraleldir. Bu yəqin D1'dir. Sonra bu D2'dir. Və bunlar bir-birinə D1 paraleldir D2'ye. Bu da D3'dür, bu da D4'dür. Bu da bu tərəfdə D3 də D4'ə paraleldir. Yəni uyğun tərəflər paraleldir. Uyğun tərəflər paraleldir uşaqlar. Bu bucaq da alfadır, bu bucaq da betadır. Eyni növ bucaqlar olarsa o bucaqlar bərabər olur. Uyğun tərəfləri paralel olan bucaqlar eyni növlü olsa, yəni hər ikisi iti və ya hər ikisi kör olarsa, onlar bərabər olur bir-birinə. Yox, əgər biri iti, biri kör olarsa, onda olan cəmi 180 dərəcəyə bərabərdir və məsələlər bunlar üzərində aparılır. Deməli, bucaq A, B, C və bucaq A, B, C bərabərdir 30 dərəcəyə. Burada bucaq budur. 30 dərəcə budur. İndi bizdən tələb nədir? Alfa üstə gəl betanı tapmaqdır. Alfa üstə gəl betanı tapmaq. Aydındırmı? Bax, fikir verin uşaqlar. Bu tərəf bu tərəfə nədir? Paraleldir. Düzdürmü? Paraleldir. Bu da kəsəndir. Belə çıxır ki, 30 dərəcəli bucaq alfa dərəcəli bucağa bərabərdir. Alfa işarələdiyim bucağa bərabər. Dərəcəli yox, alfaya bərabərdir. Aydındır mı? Yəni alfa nəyə bərabərdir? 30 dərəcəyə. Belə isə beta da nəyə bərabərdir? Beta da bərabərdir alfaya. Aydındır mı? Deməli, belə çıxır ki, beta da neçə dərəcədir? 30 dərəcə. Bəs alfa üstə gəl beta neçə dərəcə olacaq? Olacaq 60 dərəcə. Cavab oldu 60 dərəcə. C variantı. İkinci məsələyə baxaq. İkinci məsələdə də həmin şəkildir. O şəkili çəkirəm yenə də. Ona uyğun şəkildir. Bu tərəflər D1 paraleldir D2'dir. Bu da D3'dir. D3 bu da D4'dür. D3 D4'ə paraleldir. D1 D2'ye paraleldir. Bu bucaq 50 dərəcə verir uşaqlar. Bu da alfadır, bu da betadır. Tələb nədir orada? Yenə alfa üstə gəl betanı istəyirlər bizdən. Üstə gəl betanı istəyir. Yine buraya fikir verin yenə də. Bax, bu düz xət, bax, bu düz xətdə paraleldir. Bu da kəsənidir. Deməli, belə olan təqdirdə alınan iti bucaqlar bir-birinə bərabər olur. Alınan kör bucaqlar bir-birinə bərabər olur və bir iti, bir körün cəmi 180 dərəcə verir bizə. Bax, alfa bucağı bərabər olacaq 50 dərəcə. Alfa bərabərdir 50 dərəcəyə. Deməli, eyni növlü bucaqlar olduğuna görə alfa ilə beta tərəfləri paralel olduğuna görə alfa betaya nədir? Bərabərdir. Belə çıxır ki, bu da nəyə bərabərdir? 50 dərəcəyə bərabərdir. Buradan da yazıram alfa plus beta bərabərdir 50 dərəcə üstə gəl. 50 dərəcə o da bərabərdir 100 dərəcəyə. Cavab oldu 100. Orada C variantıdır. Cavab C variantıdır. Sonra üçüncü çalışmaya baxaq. Burada fərqlidir. Şəkili çəkim əvvəlcə. Şəkili çəkək. Sonra məsələyə baxaq. Həllinə baxaq. Bu da belə bir düz xətdir. Deməli, bu bucaq betadır, işarələyiblər. Bu bucağı alfa işarələyiblər. Bu bucağı da gamma ilə işarələyiblər. Deməli, D'dir bu. Sonra Y'dir. L'dir bu. L'dir. Bu da nədir? A'dır. A, B, C. Burada uşaqlar A paraleldir B'yə. O da paraleldir C'yə. Bax, bunlar bir-birinə paraleldir. Aydındır mı? A, B, C paraleldir. Və eləcə də mənə gəlir D ilə L də paraleldir. Bəli, D ilə L də paraleldir. Bunlar paralellərdir.
Bucaqlar da verilib mənə. İndi burada deyir ki, alfa üstə işarə olunub bucaqlar. Ədədi qiymət verilməyib. Alfa üstə gəl 2 beta, o da üstə gəl 3 qamma. Deyir bu ifadənin qiymətini tapın. Bizə başqa heç nə verməyib. İndi gəlin baxaq görək. Bax, burada alfa betaya bərabərdir uşaqlar. Alfa bərabərdir betaya. Bu aydın məsələdir. Aydındır mı? Uyğun tərəfləri paralel olan bucaqlardır. Eyni növ bucaqlardır. Sonra uşaqlar, bax, fikir verək burada. Bax, bu bucaq, qamma bucağı ilə. Deməli, bu nəyə paraleldir? Bax, bu bucağa, bu tərəfə paraleldir. Düzdürmü? Qamma ilə biri itidir, biri kördür. Bunların cəmi 180 dərəcə verəcək bizə. Beta üstə gəl qamma bərabərdir 180 dərəcə. Eləcə də alfa da betaya bərabərdir. Deməli, alfa ilə qammanın cəmi də neçə verəcək bizə? 180 dərəcə verəcək bizə. Aydındır mı uşaqlar? İndi biz burada baxaq. Deməli, bir də baxaq, indi bunların bərabərliyi var. Bunları tərəf-tərəfə toplayanda bizə nə verir? Alfa üstə gəl beta üstə gəl 2 qamma. Eləmi? Deməli, o da bərabərdir nəyə? 360 dərəcə. Düzdürmü? Bax, bunları tərəf-tərəfə elə bil ki, topladım. Bax, bunu aldım mən. İndi gəlin bu ifadəyə baxaq. Bax, bu ifadə ilə bu ifadədə nə fərq var? Bu ifadədə uşaqlar, bax, beta azdır. Düzdürmü? Bir dənə azdır. Burada 2 dənə, burada beta çoxdur, burada bir dənə azdır. Burada da qamma bir dənə azdır. Burada çoxdur da bir dənə bucaq. Üstə gəl qamma. Buna baxaq görək. Beta ilə qamma nəyə bərabər idi? 180 dərəcəyə. Aydındır mı? Bunları bir də toplasaq, alacağım alfa üstə gəl 2 beta üstə gəl 3 qamma, o da bərabərdir neçə eləyir? 540 dərəcə. Cavab oldu 540 dərəcə A variantı. İndi mənə diqqətlə qulaq asın uşaqlar. Burada mən bunu 2-yə də vurub tərəf-tərəfə toplaya bilərdim. Aydın oldu mu? Bu bərabərlik 2-yə vurub tərəf-tərəfə də toplaya bilərdim. Baxın, siz necə istəyirsiniz yazarsınız. Dördüncü çalışmada. Deməli, dördüncü çalışmada nedir? Alfa və beta uyğun tərəfləri paralel olan eyni növlü bucaqlardır. Çəkirəm. Deməli, iti bucaqdır, kör bucaqdır. Baxaq, eyni növlü alfa ilə beta. Bu alfa olsun, bu betadır. Onu bilmirəm deyə çəkdim, iti bucaqlı düşdü. Olsun da o məsələnin həllinə təsir göstərmir. Sadəcə olaraq məsələni düzgün həll edeyim. Eyni növlü bucaqlardır. Bu bucaqların birini 20% azaldıb, tutaq alfanı 20% azaltsaq, olacaq 0 tam, deməli, 10-8 alfa. Yeni alınan bucaq budur. Digərini 60% artırsaq, yəni betanı 160 olur. O da eləyir 1 tam 10-6 beta. Artırsa yeni, deməli, digərini 60% artırsa, yenə uyğun tərəfləri paralel olan bucaqlar alınır. Uyğun tərəfləri paralel olan bucaqlar alınır. Bu nə demək istəyir bizə? Əvvəla biz bilirik ki, alfa ilə beta bir-birinə nədir? Bərabərdir. Bir-birinə bərabərdir bunlar. Alfa ilə beta. Eyni növlü bucaqlardır. İndi bizdən istəyir alfa ilə betanın cəmini. Aydındır mı? İndi baxaq görək. Onda burada 0 tam 10-8 alınır. Şimdi buradan deməli 0 tam 10-8 alfa. Bax, bura fikir verin. Belə çıxır ki uşaqlar. Onda bunların cəmi bizə deməli paralel olan eyni növlü bucaqlar. Onda bunların cəmi bizə 180 dərəcə verməlidir də. Bax, eyni bucaqlardır. Birini 80% artırıb, birini 60% artırıb. Birini 20% azaldıb, digərini 60% artırıb. Deməli, burada növlər dəyişir də. Ona görə də yeni alınan bucaqlarda uşaqlar, onlardan biri kör olmalıdır, biri it olmalıdır. Aydındır mı?
Ona göre mən bu 180 dərəcə bunu götürdüm belə. Bir də izahat verirəm sizə uşaqlar. Bax, burada alfa betaya bərabərdir. Eyni növ bucaqlardır, düzdürmü? Sonra bu bucaqlardan birini azaldırlar. 20%. Olur 0,8 alfa. Digərini isə 60% artırırlar. Olur 1,6 dəfə. Görürsən, beta 1,6 dəfə artdı. Ona görə də bunlar artıq eyni növdən kənarlaşdırılır. Yəni bunlar müxtəlif növ bucaqlardır. 0,8 alfa ilə 1,6 beta. Ona görə onların cəmi 180 dərəcə götürüləcək. Çünki biz bilirik, yaxı müxtəlif növ bucaqlar uyğun tərəflər paralel olan halda onların cəmi 180 dərəcə olur. İndi bu məsələni bunu həll edəcəyəm. Ona vururam bunu. 8 alfa, bax, onu vuraq ki, kəsirlərlə işləmək. Üstə gəl 16 beta, o da bərabərdir 1800-ə. Bunlar 8'e ixtisar gedir yəqin ki. 8'də 1'e vuraq, kənarlaşdıraq bunlar. Alfa üstə gəl 2 beta, o da bərabərdir. Deməli 2, 2, 5, 225. Alfa da beta'ya bərabərdir uşaqlar. Bax, bu şərtə görə. Düzdürmü? Alfanın yerinə yazıram mən. Deməli beta yazıram. Beta üstə gəl 2 beta, o da bərabərdir 225'ə. Beta nəyə bərabərdir? Beta bərabərdir. Deməli 3'ə böləcəyəm də bunu, düzdürmü? 3 beta eləyir. Deməli 7, 75 dərəcə. Beta 75 dərəcədir. Əlbəttə ki, alfa da 75 dərəcə olacaq. Bizdən də alfa üstə gəl betanı istəyir də, düzdürmü? Bu da nə deməkdir? 2 dənə alfa deməkdir. Və yaxud 2 dənə beta deməkdir. 2 vurulsun 75 dərəcə, o da bərabərdir 150 dərəcə. Və yaxud yerlərinə 75 yazıb toplayın. Necə xoşunuz gəlirsə sizin uşaqlar. Bu da oldu cavabda Y variantı. Keçirəm sonra baxıram 5 nömrəli çalışmaya. 5 nömrəli çalışmada əvvəl şəkili quraq. Əvvəl şəkili quraq. Sonra deməli bu tərəf də perpendikulyardır. Eləcə bu da perpendikulyardır. Orada perpendikulyarlıq şərti var. Bu 5-ci çalışmada. Aydındırmı uşaqlar? Sonra adlandırıram burada. Bu B düz xəttidir. Sonra bu A düz xəttidir. Bu C'dir. Bu da D'dir. Burada nə deyir? A perpendikulyardır B'yə. A perpendikulyardır B'yə. Eləcə də uşaqlar, perpendikulyarsa bu işarəni qoyuram burada, 90 dərəcədir. C də perpendikulyardır D'yə. Belə verilib də burada, düzdürmü? Bax, burada da 90 dərəcədir bu. Sonra, burada yazıb bu bucaq 5x üstə gəl 2y-ə bərabərdir. Burada isə 7x üstə gəl 3y-ə bərabərdir və bu da 13x çıxılsın 2y-ə bərabərdir. Və bu bucaq. İndi burada bu da alfadır. Bu da alfaya bərabərdir. İndi bizdən nəyi soruşur? Alfanın dərəcə ölçüsünü. Alfa bərabərdir nəyə? Suala. Bunu soruşur bizdən. Uyğun tərəfləri perpendikulyar olan bucaqlardır. Əgər bucaqlar müxtəlif növdürsə uşaqlar, alfa ilə, alfa itidir, bu kördür. Bunların cəmi 180 dərəcə olacaq. Aydındır mı? Deməli, alfa ilə 7x üstə gəl 3y-in cəmi 180 dərəcə olacaq. Bizdən alfanı istəyirsə, deməli, x ilə y-i tapmaq lazımdır. Aydın oldu mu? Bəlkə də başqa variantla da həll olunacaq, işlədikcə məlum olacaq. Yəni, məqsəd ümumiyyətlə bu deməkdir ki, x ilə y-i tapaq. Baxaq məsələyə. Bu 90 dərəcədirsə, buna qarşılıqlı bucaq olan, bu bucaq da 90 olacaq, aydındır. 5x üstə gəl 2y bərabərdir 90 dərəcəyə. Sonra, eləcə də bu da həmçinin. 13x çıxılsın 2y, o da bərabərdir 90 dərəcəyə. Aydındır mı? Burada verilir uyğun tərəflər perpendikulyardır. Sistemə baxaq uşaqlar. Tərəf-tərəfə toplayanda bu eləyir 18x, o da bərabərdir 180 dərəcə. X bərabərdir neçəyə? 10 dərəcə. Artıq x-i tapdım mı? İndi y-ə baxaq görə. Y-i də bu bərabərliklərin hər hansı birindən tapa bilərik də. Yazıram bir də burada, birincidə.
5 vurulsun, bax burada yazıram. Vurulsun 10, üstə gəl 2y. O da bərabər 90 dərəcəyə. 2y bərabərdir. Bu 50 ilə o tərəfə keçirdəndə 90-dan çıxılacaq 40 dərəcə. Y ilə bərabərdir neçə eləyir? 20 dərəcə. Deməli y 20 dərəcədir. X neçə oldu burada? Tapmışam. 10 dərəcə. İndi gəlin bu ifadə burada bu bərabərlikdə yazıram. Alfa üstə gəl 7 vurulsun. X neçədir? 10. Üstə gəl 3 vurulsun 20. Y də 20'dir. Bərabərdir. Bu bərabər neçəyə? 180 dərəcə. İndi bunları hesablayaq. Bu 70 verir mənə. Bu da neçə eləyir? 60. 130 elədir, elə değil mi? Alfa bərabərdir 180'dan çıxacağım nəyi? 130. 130. Aydınmı? Bunu o tərəfə keçirdəcəyəm. O da eləyir 50 dərəcə. Alfa bərabərdir 50 dərəcə. Bax, cavab 50 dərəcədir. Açıq sualdır uşaqlar. Açıq sualdır, cavab 50 dərəcədir. Baxaq ətraflı yazılı cavab tələb olunan tapşırıqlar. Alfa ve beta uygun olarak perpendiküler olan bucaqlardır. Uygun tərəfləri perpendiküler olan bucaqlardır. Şimdi orada bizdən cədvəl verilir. Fikrinizi əsaslandırmaqla x üstə gəl y cəmini tapın. Deməli burada bu oldu. Deməli 6-cı. Deməli x üstə gəl y-i tapacaq. Bax sual budur. Baxaq. Gəlin buraya birinciyə baxaq. Eyni növlü bucaqlardır. Alfa 115 dərəcədir. 115 dərəcədir. Deməli x neçə dərəcə olacaq ya uşaqlar? Əlbəttə ki o da 115 dərəcə. Eyni növlü bucaqlardır da, aydındırmı? Eyni növlü bucaqlardır. X də 115 dərəcə olacaq. Sonra ikincidə deyir ki müxtəlif növlü bucaqlardır. Müxtəlif növlü bucaqlarda y ilə 75 dərəcənin cəmi 180 dərəcə eləyəcək. Buradan da y-i tapanda bizə nə verəcək? 75'i çıxıranda 105 dərəcə. Düzdürmü? 105 dərəcə. Yaxşı, bizdən nə tələb olunur? X üstə gəl y tələb olunur. X üstə gəl y. O da eləyir 115 dərəcə. X 115 tapmışam axı. Bu da 105 dərəcə. O da bərabərdir 220 dərəcə. 220 dərəcə. Cavab oldu 220 dərəcə. Sonra 7-ciyə baxaq. 7-ci çalışmaya. 7-ci çalışma da eynidir uşaqlar. Burada deyir alfa və beta uyğun tərəfləri paralel olan bucaqlardır. Fikrinizi əsaslandırmaqla x üstə gəl y cəmini tapın. Eyni növlü bucaqlardır. Baxaq, biri əgər 125 dərəcədirsə, onda x də 125 dərəcə olacaq. Aydınmı? Bu bucaqla bu bucaq eyni növdür. Sonra müxtəlif növ bucaqlar, biri y-dir deyir, o biri də neçədir? 85 dərəcədir. Belə çıxır ki, bu halda y ilə 85 dərəcənin cəmi nəyə bərabər olmalıdır? 180-da. Bəs y nəyə bərabər olmalıdır? Burada 180-dan əlbəttə ki, çıxmalıyam nəyi? 85 dərəcəni. O da eləyir, bərabərdir neçə eləyir? 95 dərəcə. Deməli, y neçə dərəcə oldu? 95. Bəs x neçə dərəcə? 125. Onda x nə? Y-i tələb edir də bizdə burada da. Düzdürmü? Yenə də bəli. O da bərabərdir 85. O da üstə gəl neçə eləyir? 95. Bu da 85, yox, düz yazmadım. 95 125'i 85 burada 125. 125 dərəcə. Bu da verir mənə. Bu da elə 220 dərəcə verdi uşaqlar. Deməli bu cəm də 225 verdi bizə. Cavab oldu 6-da, 7-cidə 220. 6-da da 220 verdi. 7-də də 220 verdi. İndi baxaq biz ondan sonra gələn çalışmaya. 8 nömrəli çalışmaya. Uyğun tərəflər paralel olan alfa beta bucaqları üçün alfa üstə gəl 3 beta 240 dərəcə. Alfa və beta'nın ala biləcək qiyməti tapın. İki hala baxacaq burada. 8-ci çalışma. Deməli uyğun tərəfləri
paralel olan bucaqlar. Biri belə baxacağım uşaqlar, çəkəcəyəm şəkili. Birini də bax belə. İki hal ola bilər də burada. Aydınmı? Gördünüzmü? Uyğun tərəflər paralel oldu. Alfa, beta. Birinci A şəklinə baxaq, birinci hala. Birinci hal yazım hələ burada da. Aydınmı? Birinci halda. Deməli, bu alfadır, bu da betadır. Aydınmı? Bunlar bir-birinə nədir? Bərabərdir. Deməli, alfa ilə üstəgəl 3 beta bərabər neçəyə? 240 dərəcə. Birinci halda alfa bərabərdir nəyə? Beta. Aydınmı? Bu hal üçün gəl baxaq. Deməli, alfanın yerinə yazıram beta. Üstəgəl 3 beta. O da bərabərdir nəyə? 240 dərəcəyə. Buradan da 4 beta bərabərdir 240 dərəcəyə. Beta da bərabərdir 240-ı böləcəyəm 4-ə eləyəcək 60 dərəcə. Deməli, beta nəyə bərabərdir? 60 dərəcə. Beta 60 dərəcədirsə, alfa betaya bərabərdir axı bu halda. Deməli, alfa da bərabərdir 60 dərəcə. Birinci halda belə oldu uşaqlar. Hər ikisi 60 dərəcə. Keçirəm ikinci hala. Bax, bu ikinci haldır. Hal. İndi burada isə uşaqlar, biri kördür, biri iti bucaqdır. Bax, bu alfa olsun, bu da beta olsun. Fərqi yoxdur uşaqlar, bunları işarələmədir də. İndi bizə burada belə alfa ilə 3 betanın cəmi verilib 240 dərəcə. Düzdürmü? Bax, belə olanda, müxtəlif növ bucaqlar olanda, uyğun tərəflər paralel olan bucaqlarda, müxtəlif növ bucaqlar olanda, onların cəmi 180 dərəcə verir bizə. Bərabərdir nəyə? 180 dərəcəyə. Aydınmı? Deməli, bu sistemdən mən tapacağım. Alfanı da, betanı da. İndi necə tapaq bu sistemdən? Tərəf-tərəfə çıxaq. Alfalar gedir. 3 betadan betanı çıxanda 2 beta verir mənə. O da bərabər 240-dan 180'ə çıxanda deməli 60 dərəcə. Elədirmi? 60 dərəcə verir mənə də. Alfa da, beta da nəyə bərabərdir? 30 dərəcəyə. Gəl betanı tapaq, alfanı tapaq. Bu ikinci bərabərlikdən tapıram. Alfa nəyə bərabərdir? 180 dərəcə çıxılsın nəyə? Beta. Betanı keçirtdim o tərəfə. O da eləyir 180 dərəcə çıxılsın 30 dərəcə, o da eləyir 150 dərəcə. Deməli, alfa nəyə bərabər oldu? 150 dərəcə. İkinci halda isə uşaqlar, deməli bu birinci hal oldu, elə deyil mi? İkinci halda isə uşaqlar, deməli alfa bərabərdir 150 dərəcəyə, 150 dərəcəyə. Beta da bərabərdir, bax fikir verin 30 dərəcəyə. 30 dərəcəyə. Bax bunun cavabları bu oldu uşaqlar. Hər ikisini ayrı-ayrılıqda tapdım. Sonra 9-da. 9-da da uyğun tərəflər perpendikulyar olan alfa və beta bucaqları üçün deməli alfa üstəgəl 3 beta bərabərdir nəyə? 280 dərəcə. 280 dərəcə. Alfa və betanın ala biləcək qiymətləri tapın. Burada uyğun tərəflər perpendikulyardır. Burada da yenə birinci halda nə verəcək bizə? Birinci halda uyğun tərəfləri perpendikulyar olan düz xətlər olanda, bucaqlar olanda, onlar eyni növ bucaqlarsa alfa betaya bərabərdir. Yox, ikinci növdə isə deməli eyni müxtəlif növ bucaqlardırsa, uyğun tərəflər perpendikulyardır. Onda alfa ilə betanın cəmi neçə olacaq? 180 dərəcə. Aydınmı? Bunların cəmi 180 dərəcə olacaq. Eyni ilə paralellərdə olduğu kimi uşaqlar. Aydınmı? İndi baxaq burada deməli birinci hala. Birinci halda deməli bu bərabərlikdən istifadə edib burada alfanın yerinə beta yazıram. Beta üstəgəl 3 beta bərabərdir 280 dərəcəyə. Aydınmı? Bir də deməli, bu da nə verir bizə? 4 beta bərabərdir neçə eləyəcək? Deməli, 280-dır, 280 dərəcə. Buradan da beta da bərabər neçə eləyir? 70 dərəcə. Aydınmı? Bu hal belə. Beta 70 isə onda alfa da neçə olacaq? Deməli, 70 dərəcə. Aydınmı?
Bax, ayrıca burada yazıram bunun daxilində. Burada belə olacaq. Alfa bərabərdir 70 dərəcə, beta da bərabərdir. Hər iki halda 70 dərəcə olur. Bu halda, bu halda bu bərabərliyi də yazaq altında. Alfa üstə gəl 3 beta bərabərdir 280 dərəcə. İndi tərəf-tərəfə ikincidən birincini çıxayıq. Alfalar gedir. Burada qalır 2 beta. O da bərabərdir. Çıxanda qalır 100 dərəcə. Beta da bərabərdir neçə eləyir? 50 dərəcə. Bəs alfa nəyə bərabərdir? Gəl alfanı da buradan tapaq. Deməli 180 dərəcədən, bax 180 dərəcədən betanı sağa keçirdirəm. Çıxacaq betanı. O da bərabərdir 180 dərəcə çıxılsın neçə? 50 dərəcə. Sonra burada deməli bərabər olacaq 130 dərəcəyə. Burada oldu alfa 130 dərəcə. Ayrıca bunları da çəkirəm burada. Bax içərisində yazıram. Beta alfa nəyə bərabər oldu uşaqlar? 130 dərəcə. Beta nəyə bərabər oldu? 50 dərəcə. Bu qayda ilə yazılır uşaqlar. Aydınmı? Eyni ilə bu qayda ilə yazılır. Sonra burada deməli keçirəm 10-cu çalışmaya. 10-cu çalışma. 10-cu çalışmada nedir? Deməli şəkilləri verib 3 dənə şəkildir. Çəkək bu şəkilləri. Bax bu qammadır. Bu alfadır. Alfadır. Bu da 2x çıx 10'dur. 2x çıx 10 dərəcədir. Bunlar D1'dir. D2'dir, yəqin D3, belə olar da bunlar ardıcıllıqla gedərdi. Hansıdır burada? Deməli D3'dür bu. Baxın, işarələrin fərqi yoxdur, mənası yoxdur. D5'dir, bir də D6'dır, elədirmi? Bu D3 budur, D4 budur, D5 budur, D6 da budur. Bizə lazımdır bunlar paralellərdir. Aydın oldu mu uşaqlar? İşarələmə vacib deyil. Bu bucaq da verilib orada. 4x çıx 50. 4x çıx 50 dərəcədir. Deməli bunlar verilir. İndi bu da beta-da bax. Hansı bucaqdır? Bu da beta-dır. Bax bu beta-dır. Bizdən nə istəyir? Deməli, bizdən istəyir gamma böl 2'ni üstə gəl betanı çıxılsın alfa. Bax, bunu istəyir bizdən. Tələb budur. Şimdi baxaq görək, burada nəyə yazmaq olar? Bax, uşaqlar, bunlar paralellərdir, düzdürmü? Bax, fikir verin. Bu kör bucaqla bunun cəmi 180 verəcək mənə. Bax, 2x çıxılsın 10 dərəcə üstə gəl. Bax 4x üstə gəl 50 dərəcə. Bərabər 180 dərəcə. Ümumiyyətlə burada nə ki kör bucaqlar yoxdur. Hər hansı biri ilə bax bu bucaqların cəmi 180 verəcək bizə. Aydınmı? İti bucaqlar bərabərdir. Bax bu bucaq buna bərabərdir, o da buna bərabərdir. Bunlar da ki bu kör bucaqlar da bunlar bir-birinə bərabərdir. Bax bu bucaq 4x çıxsın 50 dərəcə, bir də beta'ya bərabərdir. Aydın oldu? İndi tapaq bu bərabərlikdən x'i tapandan sonra onlar tapılıb hamısı. Deməli burada 2x 6x eləyir, eləmi? Bu da 40 eləyir. Üstə gəl 40. Elədim? Böyükdən kiçik çıxıram da bərabər 180 dərəcə. 6x bərabər 180-dan 40'ı çıxanda 140 dərəcə verir. 140 dərəcə verdi mənə. Düzdürmü uşaqlar? Burada onluq kəsirlə alınır. Cavab onluq kəsir var burada. Alınır, alınsın da. Baxın bir dənə səhv eləməyim mən orada. 2x çıxılsın 10'dur. Bir də burada səhv edirəm. 4x çıx 50'dir. Aydınmı? 4x çıx 50'dir. Ona görə də yaxşı ki baxdım. Məsələni səhv aparacağım. 60 dərəcə 120. Deməli bu elə də 60'dır. Mənfi 60 dərəcə uşaqlar. Aydınmı? O tərəfə keçirdəndə toplanır özü də o tərəfə keçirdəndə 180'ın üzərinə 240 dərəcə eləyəcək. X də bərabər neçə eləyir? 40 dərəcə. Elədirmi? Deməli x'i tapdım 40. Gəl indi bax beta nəyə bərabərdir? Buna da bərabərdir, buna da bərabərdir.
Aydınmı? Baxışlayın, yox, buna bərabərdir. Beta ilə bunu cəmi 180 edilir. Gəl beta bərabərdir, yazın. Beta'nı da gəl tapaq. Nəyə bərabərdir? Bir də 4x çıxılsın 50-dir. Aydınmı? Bərabərdir. İndi burada bu nəyə bərabərdir? 4 vurulsun, x 40'dır da, düzdür? O da çıxılsın 50. Bu deyilir 160 çıx 50. Bərabərdir nə eləyir? 110 dərəcə. Deməli, beta neçədir? 110 dərəcə. Qalır bizdə qamma. Qamma hansı bucaqdır? Qamma da bir də bu bucaq. Qamma isə uşaqlar, bax, qamma bucaq. Nəyə bərabərdir? Bir də buna. İti bucaqlarda axarı ikisi. 2x çıxılsın 10 dərəcə. O da bərabərdir. 2 vurulsun 40 dərəcə. O da çıxılsın 10 dərəcə. Bu da verir mənə 80, 80-dən 10 çıxanda 70 dərəcə. Deməli, qamma 70 dərəcə. Bax, qamma 70-dir, beta 110-dur, x də 40 dərəcədir. İndi gəl, x də 40 dərəcədir. Burada alfa nəyə bərabər olur? Bir dənə alfa qaldı. Alfa bərabərdir nəyə? Qammaya. Bərabərdir bir də qammaya. O da bərabərdir 70 dərəcə. Bax, bunu da tapdım. Bax, bunları üçünü də tapdım. İndi gəl burada ifadədə yerinə yazayım. Gamma böl 2. Üstə gəl beta çıx alfa. O da bərabərdir. Gamma neçədir gamma? 70 dərəcə. 70 dərəcə böl 2. Üstə gəl beta neçədir? 110 dərəcə. Sonra çıxılsın alfa neçədir? 70 dərəcə. O da bərabərdir. Şimdi baxaq, 70'i 2'ye böləndə 35 eləyir. Aydınmı? 35 üstə gəl 110 dərəcə, bu da çıxılsın 70 dərəcə. O da bərabərdir. Deməli 110'dan 35 çıxacağım da, düzdürmü? 110'dan 35 çıxanda neçə elə? 110 çıxılsın 35. O da bərabərdir 75 eləyir də, düzdürmü uşaqlar? Toplayanda bunları 10, 11. Bəli. 75 dərəcə. Cavab oldu nə? 75 dərəcə. İndi baxaq 11 nömrəli çalışmanı yazaq. 11 nömrəli çalışmanı. Çəkək şəkili, orada da çəkək şəklini yenə. Baxaq 11 nömrəli çalışma. Deməli, belə şəkil verilib burada. Baxaq, burada verilənləri yazaq. Deməli, bu verilib mənə 2x üstə gəl 10. 20. Sonra bu bucaq verilib 3x üstə gəl 10 dərəcə. Eləmi? Bu bucaq da verilib mənə beta. Beta, bu gammadır. Sonra bu da alfadır. Alfa. Uşaqlar, bu tərəfləri yazmıram. Hamısı paraleldir. İşarələmirəm, deylərlə yazıb. Ehtiyac da yoxdur. Bunlar paraleldir. Uyğun tərəflər paraleldir. Burada da nəyi istər məndən? Yenə də gamma böl 2 üstə gəl beta çıxılsın alfanı istər məndən. İndi başlayaq onu işləməyə. Burada deməli, bax fikir verin. Bu paraleldə uyğun tərəflər, düzdürmü? Bax, bu da kəsəndir. Bunu ilə bunun cəmi 180 verəcək mənə. 2x üstə gəl 20 dərəcə, üstə gəl 3x üstə gəl 3x üstə gəl 10 dərəcə. Bərabərdir 180 dərəcə. Və bu bərabərlikdən x-i tapacaq. X-i tapandan sonra davam elətdirəcək çalışmanı. Baxaq, görək həllini. Bu 5x eləyir, o da bərabərdir. 20 ilə 10'u toplayıram. 30 eləyir, 180'dan çıxanda 150 dərəcə. Deməli, buradan x-i tapıram. Neçə dərəcədir? 30 dərəcə. X məlumdur mənə. X məlumdursa, uşaqlar, beta nəyə bərabərdir? 3x üstə gəl 10. Mən alfanı, gammanı, betanı tapmalıyam da, düzdürmü? Yaxud alfa nəyə bərabərdir? 2x üstə gəl 20. Yazıram, alfa bərabərdir 2x üstə gəl 20 dərəcəyə. Düzdürmü? O da gammaya bərabər. Bak, gamma da yazıram bir dəfəlik burada. Aydınmı? Hər üçü bunlar bir-birinə bərabərdir. Eyni növ bucaqlardır, tərəflər də uyğun olaraq paralellərdir. O da bərabərdir. X-i yerinə yazıram 30 dərəcəni. 2 vur 30 dərəcə, üstə gəl 20 dərəcə. Bu elədi neçə? 86
60 80 dərəcə. Deməli, qammada 80 dərəcədir, alfada 80 dərəcədir. Bax, ikisini də altından xətt çəkirəm ki, tez nəzərimizi cəlb etsin. Qalır burada bir bettanı tapmaq. Betta nəyə bərabər? Betta da uşaqlar, hər ikisi kör bucaqdır. Bax, fikir verirsinizmi? Bax, bu bucaq buna bərabərdir. Bu da nəyə bərabərdir? Bir də buna bərabərdir. Aydın, kör bucaqlar da bir-birinə bərabərdir. Ona görə yazıram. Bax, 3x üstə gəl 10 dərəcə. Lab alfa ilə bettanın cəmini 180 da götürə bilərdi. Ehtiyac yoxdur. Bu qayda ilə daha rahatdır da. 3 vurulsun, x neçə dərəcədir? Tapmışam 30 dərəcə. Üstə gəl 10 dərəcə. Bu eləyir 90, bu da eləyir 100 dərəcə. Deməli, beta da neçə dərəcə oldu? 100 dərəcə. Yazıram, beta da bərabərdir 100 dərəcə. Mənə bunlar lazımdır. Beta, gamma, alfa. Yazıram bu ifadəni. Gamma böl 2, üstə gəl beta, çıxılsın alfa. O da bərabərdir. Gammanın əvəzinə yazıram 80. 80 böl 2. Üstə gəl betanın əvəzinə yazıram 100 dərəcə. O da çıxılsın neçə? Alfanın da əvəzinə yazıram 80 dərəcə. O da bərabərdir. Burada bu eləyir 40. Üstə gəl 100-dən də 80 çıxanda 20 eləyir dərəcə ilə. O da bərabərdir 60 dərəcə. Deməli, bu ifadə nəyə bərabər oldu? 60 dərəcəyə. Bununla da bu mövzunun çalışmaları yekunlaşdı. Diqqətinizə görə sağ olun.